Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Masazır qəsəbəsində, Tuzgöl ətrafında 8 mərtəbəli binanın 1-ci mərtəbəsində, 6 obyekt olan 1-ci mərtəbədə Tuzgölü panoraması olan 68 kvadrat mənzilimizi sizə təqdim edirəm. Mənzilimiz 3 otaqlı mənzildir. Tam əşyalı vəziyyətdə satılır. Gördüyünüz bütün əşyalar qiymətə daxil qalacaq. Evin salon hissəsidir. Evdə nə görsəniz qiymətə daxil qalacaq, hörmətli izləyicilərimiz. Salonda görürsünüz, yaşam üçün hər bir şərait var. Ev tam yaşayışlıdır. Balkonu görürsünüz, burada kombi xətti var, binada qaz var, lift var. Tam gözəl, əşyalı, yeni bir evdir. Giriş hissəmizdir, hörmətli izləyicilərimiz. Döşəmədən isitməli, 3 otaqlı evimizdir. Giriş hissə qapı. Bax, belə bir vəziyyətdə gözəl təmir olunub. Girişdə mətbəx hissə. Bu evlərin proyekti belədir. Mətbəx girişdə olur, ayrıca yer ayrılıb. Bax, bu vəziyyətdə giriş hissəmizi gördünüz. 2 yataq otağı, 1 salon, sanitar qoşaq, mətbəxdən ibarətdir. Bu evimizin sanitar qoşaq hissəsi, hamam otağı və sanitar qoşaq hissə bir yerdədir. Burada duşqabın hissəmiz də var. Döşəməsi yerdən isitmə, bina qazlı binadır. Evin isti sistemi kombi xəttidir. Burada böyük yataq otağı, hardasa 18 kvadrat. Hər bir şərait var, görürsünüz evdə. Yeni evimizdir, əşyalar da təzədir. İstər mebel dəstə olsun, istər elektronika dəstə olsun. Heç nə evdən götürülməyəcək. Sadəcə ev sahibi öz şəxsi əşyalarını götürüb evdən ev hissə təhvil verəcək. 68 kvadrat 3 otaqlı evimizin qiyməti tam əşyalı vəziyyətdə 110 min manata deyilir. Real müştəri olsa qiymətdə endirim olunacaq. Bu evimizin 16 kvadratlıq uşaq yataq otağıdır. Qəşəng təmir olunubdur. Çox gözəl təmir olunub, gözəl zövqlə təmir olunub. Bina kupçaya verilib, hörmətli izləyicilərimiz. Sənədləri qaydasında olan bir mənzildir. Tam əşyalı satılır. 68 kvadrat, 8 mərtəbəli binanın 1-ci mərtəbəsi 6 obyektdir. Qiymət 110 min manat. Qapı hissəmiz, interneti var. Binada da yaşam üçün bütün infrastruktur, kommunal xətlər qaydasında və mövcuddur. Buyurun, hörmətli izləyicilərimiz, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.